məclisdə onun haqqında danışılarsa və o cavabını verə bilər. Cavabını verər, çünki məclisdədir. Onu məclisdə olmadığı yerdə haqqında danışıldığı üçün, yəni Allah Teala onu bənzədir ölmüş bir insanın qardaşının ətini yeməyə. Və Allah Teala istəyir ki, dilimizi qeybətdən, böhtandan təmizləsin, gözümüzü və qulağımızı da xəyanətdən təmizləsin və əzalarımızı da zülümdən təmizləsin. Və buna görə də Ramazan ayı gəlməzdən əvvəl gərək hər birimiz dilimizi təmizləməyə çalışmalı və sonra dilimizi Qur'anla, zikirlə bəzəməliyik, Allahı təsbih etməklə və bu isə təmizlədikdən sonra yaxşı əməllərlə bəzəmək sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala onu gözəl əxlaqı tamamlamaq üçün göndərmişdir. Gözəl əxlaqın əsaslarını möhkəmlədir və ona çağırır və bunun üzərində bina qurur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lə yəti alən-nəsi amun illə vəl-ləzi ba'dahu şərrun minhu." Yəni insanlara elə bir dövr gələcəkdir ki, ondan sonra gələn daha şər olacaqdır. Yəni hər gələn il əvvəlkindən daha şər olacaqdır. Yəni getdikcə şərrə doğru gedir, şər daha da çoxalır və buna görə müsəlman Rəbbindən qorxmalı, təqvalı olmalı, danışığını, dilini qorumalı və özünü Allahın nəzarətində hiss etməli. Kəmə ləv kənə yuraqibə aduvan lədun yəsə fi hələki ən yuraqibə alə hədiyə sıfə lisanə. Necə ki, insan qəddar bir düşməni nəzarətdə saxladığı kimi, hansı ki, o düşmən onun həlakına çalışır və bilməlidir ki, ondan da şiddətli olan insanın dilidir. لِأَنَّهُ رُبَّمَا كَلِمَةٌ خَرَجَتْ مِنْهُ فَأَوْرَدَتْهُ الْمَهَالِكِ. Ola bilər insandan çıxan bəzi sözlər insanı həlakə sürükləsin. وَإِنَّ الْعَبْدَ لَيَتَكَلَّمُ بِالْكَلِمِ سَخَطِ اللَّهِ. Yəni insan Allahın qəzəbinə gələn bir söz danışar, لَا يُلْقِي لَهَا بَالًا. Ona o qədər fikir verməz. Yəni o qədər şiddətli olmasına yəhvi bihə fi cəhənnəm və onun səbəbi ilə cəhənnəmə yuvarlanar. Yəni insan bəzən danışır, amma danışığına fikir vermir. Yəni o dərəcədə də ağır olduğunu bilmir, amma onun səbəbi ilə də insan cəhənnəmə yuvarlanır. Və buna görə dilimizi qorumalı,